Salam, mən biologiya müəllimi Məsmə Surxayeva. Bugün sizə həzm bölməsinə aid olan yeni bir mövzunun izahını verəcəm. Mövzumuz insan orqanizmində həzm prosesi ilə bağlıdır. Biz bundan əvvəlki mövzuda həzm orqanları haqqında ümumi məlumat aldıq. Canlılarda həzm orqanları hansılardır və həzm hansı orqanlardan təşkil olunub, mən sizə izah etmişdim. İndi insan orqanizmində həzm prosesinin getməsinin izahını verəcəm. Deməli, başlayaq. Fermentlər orqanizmdə kimyəvi reaksiyaları sürətləndirən zülallardır. Biz birinci hissədə fermentləri keçərkən, orada fermentlərin hansı funksiyaları yerinə yetirdiyini keçmişdik. Və fermentlər özləri zülal tərkibli maddələrdir. Fermentlər orqanizmdə hər hansı bir maddələrin parçalanmasında böyük rol oynayır. Və bunların olmaması orqanizmdə bu metabolitik reaksiyaların getməsini çətinləşdirir. Ümumiyyətlə ya getmir, ya da çox çətin davam edir bu proses. Buna görə də fermentlər orqanizm üçün lazımlı bir maddələrdir. Orqanizmdə həzm prosesində əsas rol oynayan həzm fermentləri bioloji fəal maddələrdir. Onlar karbohidratları, zülalları, burada da qeyd edim. Deməli, karbohidratları, zülalları, yağları daha kiçik molekullara parçalayır. Yəni, bir növ belə düşünək ki, böyük iri molekullu birləşmələri parçalanır. Biz maddələr mübadiləsinin iki hissəsini demişdik. Assimilyasiya və dissimilyasiya. Dissimilyasiya zamanı iri molekullu birləşmələr kiçik molekullu birləşmələrə parçalanırdı. Burada da fermentlərin köməyi ilə karbohidratlar, zülallar, yağlar daha kiçik molekullara parçalanır və bu zaman orqanizmdə yaranan enerji nəticəsində böyümə prosesləri baş verir. Deməli, böyümə proseslərinin, assimilyasiya proseslərinin baş verməsi üçün ilk növbədə orqanizmdə müəyyən maddələrin parçalanması baş verməlidir ki, bu parçalanmadan orqanizm enerji əldə etsin. Həzm prosesində bir sıra vəzilər var ki, məsələn, ağız suyunda vəzilər var, mədədə, mədə-altı vəzidə, bağırsaq hüceyrələrində fermentlər iştirak edir və bu fermentlər əsasən 3 qrupa ayrılır. Zülalları parçalayan fermentlər, yağları parçalayan fermentlər və karbohidratları parçalayan fermentlər. İndi gəlin biz o fermentlərlə tanış olaq. Deməli, burada şəkildə bizə verilib zülal molekulu. Zülal molekulunu bir polimer kimi düşünək. Və həmin zülal molekulları uzun bir zəncir formasındadır. Biz onu fermentin təsiri ilə həmin zülal molekulları orqanizmimizdə parçalanır. Amin turşularına. Amin turşuları zülal molekullarının monomerləridir. Zülalın həzmi fermentlərin təsiri ilə həm mədədə gedə bilər, həm də nazik bağırsaqlarda. Ona görə bura qeyd edirəm ki, mədə, zülallar və yadda saxlayaq ki, turş mühitdə zülallar həzmə uğrayır mədədə və nazik bağırsaqda isə qələvi mühitdə. Bunun üçün ilk öncə mədədə turş mühitdə pepsin maddəsi var ki, fermenti var. Həmin pepsin fermenti mürəkkəb zülalları daha sadə zülallara qədər parçalayır. Ximozin zülalı isə, baxın, burada pepsin və ximozin mədədə olur. Tripsin isə nazik bağırsaqlardan. Nazik bağırsaqda deyərkən, yəni nazik bağırsaqda parçalanan tripsin özü mədə-altı vəzinin fermentidir. Mədədə turş mühitdə, deməli, pepsinin iştirakı ilə iri molekullu zülallar sadə molekullu zülallara qədər parçalanır. Ximozin isə süddəki zülalları parçalayır amin turşularına. Tripsin fermentlərinin təsiri altında tripsin mədə-altı vəzidə yaranır və mədə-altı vəzidə yaranan tripsin nazik bağırsağa tökülür. Nazik bağırsaqda sadə zülallar ki, əmələ gəlmişdi mədədə və nazik bağırsağın özündəki o zülallar artıq amin turşularına qədər parçalanır.
Digər bir molekullarımız isə bizim karbohidratlardır. Karbohidrat molekulu özü də polimer birləşmələrdir. Karbohidratların ilk həzmi ağız boşluğunda başlayır. Ağız boşluğunda mühit zəif qələvidir. Deməli, karbohidratlar ağız boşluğunda, zəif qələvi mühitdə. Zəif qələvi mühitdə amilaza fermentinin təsiri ilə polisaxaridlər parçalanırlar disaxaridlərə qədər. Sonra mədədə karbohidratlar həzm olunur, yadda saxlayaq. Nazik bağırsaqda isə yenə mədə-altı vəzinin fermentlərindən olan amilaza artıq daha sadə birləşmələrə, qlikozaya qədər, sadə şəkərlərə qədər karbohidratları parçalayır. Deməli, həm ağız boşluğunda, getdi zəif qələvi mühitdə, həm də qələvi mühitdə nazik bağırsaqlarda karbohidratların həzmi baş verdi. Yağlar isə ağız boşluğunda və mədədə parçalanmırlar. Onların parçalanması əsasən baş verir nazik bağırsaqlarda. Nazik bağırsaqlarda yağ molekulu, yağ turşuları və qliserinə parçalanır. Bunları parçalayan ferment isə lipaza fermentidir. Lipaza da mədə-altı vəzin fermentidir və axarı bunların nazik bağırsağın 12 barmaq bağırsaq şöbəsinə açılır. Lipaza da qələvi mühitdə, yəni nazik bağırsaqda təsir edir yağlara. İndi gəlin baxaq ağız boşluğunda həzmin necə getdiyinə. Ağız boşluğunda həzmin getməsi üçün ilk öncə qida ağızda isladılmalıdır və dişlər vasitəsilə xırdalanır. Dişlərin biz qeyd etmişdik ki, bundan öncəki dərslərdə dişlər kəsici, köpək azı, kiçik azı və böyük azı dişlərinə ayrılır. İnsanın yetkin insanda 32 diş olur. 0-6 aylığından etibarən, 6 aylığından etibarən 6-7 aylığında süd dişləri çıxmağa başlayır və bu süd dişləri 11-12 yaşına qədər daimi dişlərlə əvəz olunur. Süd dişlərinin sayı 20 ədəddir. Lakin artıq yetkin insanda 32 ədəd diş olur. Ağız suyunda qida islandıqdan sonra 3 cüt ağız suyu vəziləri, bir də çoxlu xırda vəzilər var. Bu 3 cüt vəzilərin bir cütü dil altı, çənə altı, bir cütü dil altı, baxın, hər iki tərəfdə yerləşir. Bir cütü isə qulaqyanı ağız suyu vəziləridir. Həmin vəzilərdə ağız suyu ifraz olunur və qidanın islanılmasına kömək edir. Bundan əlavə, yadda saxlayaq ki, qulaqyanı ağız suyu vəzisində, amilaza adlı ferment var. Və bu amilaza karbohidratları, polisaxaridləri parçalayır. Amilaza zəif qələvi ağız boşluğunda zəif qələvi mühitdir. Qələvi mühitdə karbohidratların həzmi başlayır. Bundan əlavə ağız suyunda tərkibində 98% sudan lizosim, amilaza, burada da qeyd edib, amilaza fermenti və maltaza fermentlərindən ibarətdir. Maltaza da amilazanın parçaladığı polisaxaridi, baxın, belə yazın, polisaxarid amilazanın təsirindən parçalanır disaxaridə. Yəni maltozaya. Və maltozaya da maltaza fermenti təsir edir, parçalayır monosaxaridlərə. Amilaza və maltaza fermentləri vasitəsilə mürəkkəb karbohidratlar sadə birləşmələrə qədər parçalanır. Lizosin fermenti isə ağızda olan mikrobları zərərsizləşdirir, ağız boşluğunun selikli qişasında yaraların sağalmasını sürətləndirir. Deməli, lizosim bakterisit xassəyə malikdir, bakteriyaları və mikrobları məhv edir. Bir də ağız boşluğunda mutsin adlı ferment var. Bu da qidanın adlı ferment qidanın sürüşkən hala gəlməsinə kömək edir.
İndi gəlin burada fəaliyyət hissəsində bizə verilən tapşırığa baxaq. Deyir ki, mədə şirəsinin zulalara həzmini öyrənmək üçün aptekdən alınmış mədə şirəsi götürürük və içərisinə bişmiş toyuq yumurtasının ağı olan 4 sınaq şüşəsi. Yumurta ağı zülal tərkiblidir. Burada zülalın həzmi ilə bağlı təcrübədir. Deyir ki, içərisinə bişmiş toyuq yumurtasının ağı olan sınaq şüşəsinin ikisinə mədə şirəsi, ikisinə isə su əlavə edib. İçərisində bişmiş toyuq yumurtasının ağı olan sınaq şüşəsinin ikisini, yəni biri mədə şirəsi olanı, digəri isə su olanı ovucunuzda saxlayaraq isidir. Burada demək istəyir ki, iki sınaq şüşəsinə mədə şirəsi əlavə etdi. İkisinə isə su əlavə edib və hər birində toyuq yumurtasının ağı var. Bu sınaq şüşələrindən bir mədə şirəsini götürüb, bir dənəsində su olan sınaq şüşəsini götürüb, bir əlinizdə, ovucunuzda saxlayaraq isidin. 5 dəqiqə sonra hər iki sınaq şüşəsinin içindəkiləri müqayisə edin. İndi biz əgər bu sınaq şüşələrini götürüb əlimizdə isitsək, niyə ilk öncə əlimizdə isidirik? Bunu deyim. Çünki mədədə həzmin baş verməsi üçün ilk öncə mədədə temperatur 35-37 Selsi dərəcə olmalıdır. Və mədədə mühit, turş mühitdə zülallar artıq həzmə uğrayır. Buna görə də mədə şirəsi əlavə edilmiş yumurta ağı olan ki, bu sınaq şüşəsi biz əlimizdə isitdiyimiz zaman həzmə uğrayacaq. Lakin su əlavə etdiyimiz sınaq şüşəsində isə heç bir dəyişiklik baş verməyəcək. Bu da onu göstərir ki, mədə şirəsinin zülalları həzmə uğratması üçün müəyyən temperatur lazımdır. Və biz əlimizdə o sınaq şüşəsini isidərək o temperaturu ona vermiş oluruq. İndi keçək mədədə həzmdən danışaq. Mədədə həzm dedik ki, ağız suyunda islanmış qida keçdi udulağa, udulaqdan qida borusuna və 7-9 saniyə qida borusuna hərəkət etdikdən sonra düşdü həzm kanalının genişlənmiş şöbəsi olan mədəyə. Mədə özü saya əzələdən təşkil olunur. 3 cür burada əzələlər var. Eninə, köndələn və çəpinə. Və mədənin daxili divarında yerləşən hüceyrələr var ki, bu hüceyrələr fermentlər ifraz edirlər. Mədədə mühit turşdur. Çünki xlorid turşusu həmin mədəyə turşuluq xassəsi verir. Burada olan pepsin, ximozin və lipaza fermentləri var ki, bunlar əsas hüceyrələrin, belə deyim, əsas hüceyrələr var mədədə. Örtük hüceyrələr var, bir də var əlavə hüceyrələr. Əsas hüceyrələrdə əmələ gəlir pepsin, ximozin və lipaza. Örtük hüceyrələrdə isə xlorid turşusu əmələ gəlir. Xlor. Əlavə hüceyrələrdə selik ifraz edən vəzlər olur. Həmin bu vəzlər pepsin, mürəkkəb zülalları, burada yazın, mürəkkəb zülalları, sadə zülallara parçalayır. Ximozin süddəki zülallara təsir edir. Lipaza isə süd yağlarını, burada da qeyd edib, süd yağlarını, ximozin isə süd zülallarını parçalayır. Mədə vəzlərinin ifraz etdiyi şirənin tərkibində, hansı ki bu örtük hüceyrələr ki dedik, örtük hüceyrələr H-xlor turşusu, yəni xlorid turşusu ifraz edir. Burada mədənin mühitini turşulaşdırır. Haradasa mədənin pH-ı, yəni turşuluğu 2-3 aralığında olur. Yəni çox kiçik olduğuna görə turş mühit yaranır mədədə. Və turş mühitin yaranması mədə fermentlərini fəallaşdırır. Xüsusilə də H-xlor, xlorid turşusu, pepsinin aktivləşdirir. Bu zamanda zülalların parçalanması daha yaxşı gedir.
Xlorid turşusu həm də bakterisid təsirə malikdir. Yəni xəstəlik törədən mikrobları məhv edir. Hansı ki, ağızdan mədəyə düşmüş bakteriyaları, mikrobları həmin o mədə şirəsinin təsiri ilə, yəni xlorid turşusunun təsiri ilə məhv olurlar. Bəzi vəzlərin ifraz etdiyi selik isə, dedim, əlavə hüceyrələr var ki, selik ifraz edir. Mədənin divarının turşuluğunun təsirindən qidanın tərkibində olan qıcıqlandırıcı maddələrdən qoruyur. Çünki dedik ki, mədənin divarında xlorid turşusu ifraz edən hüceyrələr var. Necə olur ki, bəs bu mədə özü zərər görmür? Çünki əlavə hüceyrələr daim selik hazırlayır və bu selik mədəni sanki bir örtük, qoruyucu funksiya yerinə yetirir. Buna görə də xlorid turşusundan mədənin yanmasını qoruyur. Sonra mədədə baş vermiş həzmdən sonra mədədən artıq nazik bağırsaqlara keçir qida horrası. Nazik bağırsaqlarda ilk şöbəsi, nazik bağırsaq 3 şöbəyə ayrılır. 12 barmaq, acı və qalça bağırsağına. Burada nazik bağırsağın eni şəkli verilib. Mədədə müəyyən qədər həzm olunmuş qida hissə-hissə həzm kanalının növbəti şöbəsinə, nazik bağırsağa ötürülür və qida maddələrinin həzmi, onların qana və limfaya sovrulması əsasən burada baş verir. İndi mən sizə aydın şəkildə izah edəcəm ki, burada hansı maddələr qana, hansılar isə limfaya sovrulur. Nazik bağırsağın ön şöbəsinə 12 barmaq bağırsaq deyirik. Ümumiyyətlə, nazik bağırsaq özü 3 şöbədən ibarətdir. 12 barmaq, acı və qalça. 12 barmaq bağırsaq niyə deyirik? Çünki bu bağırsağın uzunluğu baş barmağın, 12 baş barmağın yan-yana qoysaq o ölçüyə bərabərdir. Ona görə də 12 barmaq bağırsaq adlanır. 12 barmaq bağırsağın mədəaltı vəzin və qaraciyərin axarı açılır. Nazik bağırsağın ilk şöbəsi olan 12 barmaq bağırsağın daxili xovlarla zəngindir. Baxın, burada şəkildə də göstərilib, kiçik xovlar var. Bu xovların hər kvadrat santimetrdə 2500 xov yerləşir. Əgər bizə müəyyən bir sahə versə, məsələn, desə ki, 5 kvadrat santimetrdə nə qədər mikroxov var, o zaman biz onları hesablamaqdan ötürü tənasübdən istifadə edək. 1 kvadrat santimetrdə 2500 ədəddirsə, 5 kvadrat santimetrdə x. X tapırıq ki, 5 vurulsun 2500 nə qədər eləyir? Onu hesablayıb həmin ədədi tapa bilərik. Qida bağırsağa düşdükdə mədəaltı vəzin həzm şirəsi ifraz etməyə başlayır. Və mədəaltı vəzi həm tripsin, həm lipaza, həm də amilaza fermenti hazırlayır. Tripsin zulallara təsir göstərir. Lipaza yağlara, yəni lipidlərə, amilaza isə karbohidratlara. Biz amilaza fermentini həm də ağız boşluğunda eşitdik. Dedik ki, amilaza karbohidratlara təsir göstərir. Qaraciyərdə daim öd əmələ gəlir. Qaraciyər orqanizmimizin ən böyük vəzlərindən biridir. Və burada öd əmələ gəlir. Qaraciyərin hazırladığı öd iki cür olur. Bir kisə ödü var, qaraciyər ödü. Kisə ödü daha qatıdır, çünki qaraciyərdə əmələ gələn ödün bir hissəsi öd kisəsində toplandığına görə daha qatı hal alır. Ödün təsiri altında yağlar kiçik damlalara parçalanır. Buna diqqət yetirək, kiçik damlalara parçalanırsa burada kimyəvi həzm getmir. Yəni mexaniki həzm gedir. Mexaniki həzm. Ancaq yağların kimyəvi həzmi artıq lipaza fermentinin təsiri ilə, mədəaltı vəzinin hazırladığı lipaza fermentinin təsiri ilə parçalanır. Bu kimyəvi həzmdir. Burada qeyd edeyim. Kimyəvi. Ancaq ödün təsiri ilə parçalanırsa, bu mexaniki həzmdir. Çünki daha kiçik yağ damlalarına parçalanır. Mədəaltı vəzin öd mədəaltı vəzinin fermentlərini fəallaşdırır və qələvi mühit yaradır.
Niyə? Çünki mədədə əmələ gələn yaranan qida horrası ki, turş mühitdə həzmə uğradı bir hissəsi. Həmin o turş qida horrası nazik bağırsağa keçir və nazik bağırsağı ödün təsiri ilə başlayır orada olan turş qida neytrallaşır. Deməli, ödün təsiri ilə mühit artıq neytrallaşır. Qələvi mühit yaradır. Deməli, qələvi mühit yaradır öd. Nazik bağırsaqlarda mühit qələvidir. Eyni zamanda mikrobları da həmçinin məhv eləyir ödü. Mədə-altı vəznin fermentlərini də aktivləşdirir. Xüsusilə də lipazanın təsirini aktivləşdirir ki, yağlar daha tez parçalansın. Zərərli bakteriyaları məhv etdi və yadda saxlayaq ki, A, D, E, K vitaminlərinin də sovrulmasını asanlaşdırır öd. A, D, E, K vitaminləri. Və bağırsaq boşluğunda həzm fermentlərinin təsiri altında artıq həzm prosesi baş verdi. Həzm baş verdi və nazik bağırsağın xovlarından, burada xovlar şəklini göstərəm, xovlarında iri molekullu birləşmələr ki var idi. Bunlar xovlardan difuziya edə bilmir qana və bunların parçalanması lazımdır. İri molekullar olduğuna görə keçə bilmədiyi üçün fermentlərin təsiri ilə kiçik molekullara parçalanır. Və kiçik molekullara parçalandıqdan sonra difuziya nəticəsində qana sovrulur. İndi burada belə bir nüans var ki, nazik bağırsaqdan glikoza, amin turşuları qana sovrulur. Ancaq yağ və gliserin turşuları limfaya sovrulur. Qana sovrulmur. Sonra müəyyən hissədən sonra onlar artıq özü qana açıldığına görə qan damarına açılacaq. Lakin ilk onların sovrulması nazik bağırsaqdan limfayadır. Düşün, müzakirə et, paylaş hissəsində bizə belə bir məlumat verib. Kimyadan bilirsiniz ki, kimyəvi reaksiyalar zamanı katalizatorlar sərf olunmur. Belə olan halda fermentlər orqanizmin həzm vəzləri tərəfindən daim hansı səbəbdən əmələ gəlir? Onların fəaliyyətinin pozulması zamanı insana fermentin dərman forması niyə təyin olunur? Fermentlər bilirik ki, sərf olunur. Bu doğrudur. Çünki fermentlər özü katalizator rolunu oynayır, sürətləndirir reaksiyaları. Və bəzi fermentlər həzm vəzləri tərəfindən əmələ gəlir. Bəziləri isə, məsələn, həzm fermentlərində olan o mühit tərəfindən denaturasiyaya uğraya bilər. Məsəl üçün, mədədə turş mühitdir. Turş mühit bəzi fermentləri denaturasiyaya uğrada bilər. pH dəyişiklikləri, temperaturun yüksəlməsi denaturasiyaya uğrada bilər fermentləri. Bu kimi hallarda fermentlər məhv ola bilər. Denaturasiyaya uğraya bilər. Çünki fermentlər zulal tərkiblidir. Bu zaman orqanizmdə həzm prosesi pozulur. Çatışmamazlığı zamanı fermentlərin qidanın sovrulması, həzm olunması pozulduğuna görə insanda bir sıra proseslər baş verir. Məsələn, qarın ağrıları, köp, ishal baş verə bilər. Buna görə də biz fermentləri dərman vasitəsilə pozulmasının qarşısını alırıq. İndi keçək bağırsaqlar, nazik bağırsaqlardan sonra qida hissə artıq yoğun bağırsağa keçir. Yoğun bağırsaq da özü 3 şöbədən ibarətdir. Kör bağırsaq, çənbər bağırsaq və düz bağırsaq. Deməli, onkibarmaq bağırsaqdan sonra ilk şöbəsi yoğun bağırsağın kör bağırsaqdır. Bu hissə. Kör bağırsaqda apendisit adlanan bir çıxıntı var, soxulcana bənzər çıxıntı. Burada çoxlu bağırsaq çöpləri, bakteriyaları yaşayır ki, insanla birlikdə simbiyoz. Bu da orada olan faydalı bakteriyalardır ki, K və B qrup vitaminləri sintez edirlər həmin bakteriyalar. Bu
Bir də burada olan bağırsaq çöpü bakteriyalarından əlavə limfositlər var ki, bu da limfa düyünləri əmələ gəlir ki, limfositlər yaranır bu kör bağırsağın bu hissəsində. Sonra çəmbər bağırsağa keçir ki, bu da qalxan və enən çəmbər bağırsağa ayrılır. Qida horrası artıq hissə-hissə bağırsağın digər şöbələrindən keçərkən suyun sovrulması baş verdiyinə görə qida kütləsi bərkləşir bir növ. Və sonra artıq düz bağırsaqdan vasitəsilə qarın və diafraqma əzələlərinin iştirakı ilə bədəndən xaric olunur. Biz buna defekasiya aktı da deyirik. Həzmdən bu qədər. İndi gəlin, burada öyrəndiklərinizi tətbiq edin hissəsində bizə belə bir qrafik verib. Deyir, cədvəli tamamlayın. Həzm vəzləri verib, ağız suyu, ifraz etdikləri fermentlər. Ağız suyunda dedik ki, amilaza və maltaza fermenti olur. Hansı maddələrə təsir edirdi? Karbohidratlara və hansı şəraitdə? Zəif qələvi. Zəif qələvi dedik ki, mühitdə təsir edir. Burada haradasa pH 6-7 aralığında dəyişir. Sonra mədədə ifraz etdikləri pepsin, hemozin, lipaza hansı maddələrə təsir edir? Süd zülallarına, sonra zülallara, bir də süddəki yağlara. Zülallara yazaq. Mədədə pH isə turşdur mühit və pH haradasa 1.5 2 arası dəyişir. 2.5 belə. Mədalaltı vəzi, deməli mədalaltı vəzi fermentləri demişdik ki, amilaza, tripsin və lipaza. Lipaza yağlara təsir edirdi. Burada hər üç maddənin həzmi gedir. Həm yağların, həm karbohidratların. Məsələn, karbohidrat qısa yazıram, yağlar və zülallar. Mühit mədalaltı vəzidə, deməli qələvi mühitdə təsir edir nazik bağırsağa. Qələvi pH haradasa 7-8. Qaraciyər öd hazırlayır. Öd ferment deyil, yadda saxlayaq. Öd hazırlayır. Ödün təsiri ilə mexaniki həzm təsir göstərir demişdik ki, yağları mexaniki həzm uğrudur. Yağlara və bu da bağırsaqda. Yenə pH eyni olacaq. Bağırsaq vəziləri də ki, bunlara peptidazalar aiddir. Burada qeyd edim. Bəzalar. Sonra saxarazalar. Və lipazalar. Bunlar da yağları, karbohidratları, digərlərini parçalayır, zülalları parçalayır. Qələvi mühitdə, çünki bağırsaqda pH nazik bağırsaqda 7-8-dir. İndi öyrəndiklərinizi yoxlayın hissəsində deyir. Nə üçün mədədə selik əmələ gəlir? Çünki demişdik ki, mədədə mühit turşdur. Xlorid turşusu mədə divarını yandırmaması üçün oradakı hüceyrələr selik əmələ gətirir ki, bu da qoruyucu funksiya yerinə yetirir. Turş mühitdən qoruyur mədə divarını, yanmasının qarşısını alır. İkinci, nə üçün həzm fermentləri ilə yanaşı mədə vəzləri xlorid turşusu da ifraz edir? Çünki zülalların həzmə getməsi üçün ilk öncə turş mühit lazımdır. Və bu turş mühiti xlorid turşusu təmin edir. Xlorid turşusunun təsiri ilə pepsinin
fəaliyyəti aktivləşir xlorid turşusunun təsiri altında. Bu da zülalların parçalanmasına təsir göstərir. Həm də xlorid turşusu mikrobları zərərsizləşdirir. 3. İnsanda mədə xorası xəstəliyi zamanı mədənin bir hissəsini cərrahi üsulla kəsib götürürlər. Nəticədə hansı maddələrin həzmi çətinləşə bilər? Mədənin bir hissəsi əgər kəsilib götürülübsə, o zaman xlorid turşusu, pepsinin əmələ gəlməsi azaldığı üçün bu zülalların həzmi çətinləşər. Zülallar. Sizcə nə üçün ferment tərkibli dərman həbləri xüsusi örtüklə örtülür? Çünki buna belə bir cavab verə bilərik ki, dərman fermentlərin mədənin turş mühitində parçalanmaması üçün xüsusi örtüklə örtülür ki, onlar birbaşa olaraq nazik bağırsağa düşsünlər və orada həzm prosesini, fermentlərin tərkibi artsın deyə həmin həblər xüsusi örtüklə örtülür. Yəni mədənin turş şirəsindən qorunmaqdan ötürü. Bu dərsimizdən də bu qədər. Ümid edirəm ki, hər şey aydın oldu. Sağ olun.